Düzünü English file'dan the name of the games'dir. Oyun adı. Deməli, burada baxın oyunlar göstərilir. Puzzle-da onları qoyuruq. Məsələn, birinci top futbol yazmışıq. İkinci golf, məsələn, üçüncü swimming, sonra dördüncü skiing, sonra beşinci voleybol, altıncı tenis. Bu handball dəqiq bilmədim onu. 8 idmandır. Exercise, 9 cycling. 10-cu nədir? Onu da tam olaraq bilmədim. Bu oyun növü və L var içində. Yəni nəyə oxşuyur başa düşmədim tam olaraq. İndi taparıq yəqin. Complete sentence is the correct form of play, do or go. Play oynamaq, do etmək, go getmək. Görək bunlardan hansı uyğun gəlir. I play for a local team. Yəni oyun qurur, bu oyuna aiddir. Swimming heç tərcüməyə ehtiyac. Swimming qoyla işlənir. Go swimming. Golf qoyla işlənir. Cycling qoyla işlənir. Baxın feillər qoyla işlənir. Yox. Judo. Do golf, do judo. İdmanlar qoyla işlənir. Feillər isə idmanlar do ilə işlənir. Feillər isə qoyla işlənir hər zaman. Do golf. Do golf, do judo. Play basketbolda basketbol oynamaq. Bura baxırıq. Deyir ki, burada məsələn oyunun açıqlamasını verir. Biz hansı oyunu onu tapırıq. Deməli, sports go down hills very quickly. Gəlib gedirsən. Too long, uzun deyir, geyinirsən botlar. Əlbəttə ki, skiing gedərkən, yəni kayarkən. Sonra burada deyir ki, two teams 2 qrup olur. 9 oyunçu olur. Futbolla qaçırlarsa, futboldur təbii ki. Burada isə deyir, uzun insanlar olursa voleyboldur. Sonra burada baxın, deyir ki, beachdə olursa swimming playdir. Və burada deyir ki, insanlar su atır bir-birinə. Water games'dir. Baxırıq bura. Burada da yerinə qoymalıyıq sözləri şəklə əsasən. Cycle o artıq qoyulub. Yox, mən qoymuşam. Deməli, velosiped sürməkdir. Cycle 3-ə girəcəyik. Cycling. Deməli, birinci zaten qoyulub. Dog is running across. Bu tərəfə qaçır. Qatar train go. Search olar da içəridən gedir tunelə. Sonra başqa bu skiing olacaq. Görürsünüz, skiing eləyir. Burada maşın qeytini əldə etməyə çalışır. Burada da o round ətrafında, gölün ətrafında fırlanır lake. İndi gəlin baxaq bura. Prepositionları qoymalıyıq. Across o biri tərəfə keçməkdir. Into içəridir. Out of içdən çölədir. Pas keçməkdir. Round ətrafdır. Search'dir. Towards doğru. And altında along boyunca. Last day at school for boys with dirty shoes. Deməli, baxadır, keçən gün məktəbdə oğlan çirkli ayaqqabıları ilə. Last Wednesday start as normal for 15 years old Michael Brasser at Hove Park School. Deyir ki, 15 yaşlı Michael Braven parkın həyətində, məktəbin həyətində idi. At 11:30 pm, Michael's class were jogging around the game. Deyir, o idmanın ətrafında fırlanırdı. But when Charles Staff, sports teacher, dinə vaxt müəllimi gəldi, Todd Michael dedi ona, dirty trainers təmizli onları. He got really angry, əsəbi. He ran out of olacaq. Çünki o qaçdı. The game idman. And back to the changing room swayaway. Otağını dəyişdi. He found tapdı. Mr. Duff's case açarlarını. From the event o istədi. Across the car park. Across deməli o biri tərəfə keçmək.
into yazılıb içərdən Mr. Ford Monday and starts maşını deməli maşını xolladı. Then he drove along yalnız idi o the road çay boyunca and the bridge körpünün altından geçti. Past the security guard and through the school gates deyir ki içərdən keçdi, yəni bir çox yerdən keçdi. Then he turned left to drove along to run about 100 meters deyir. Çaylar boyunca 100 metre getdi. Towards the march, teacher's horse doğru evi tapdı. That was when a lost control itirmədi kontrolü. He tried stop o dayandı. We went across the field and crashed into a tree. Onun qabağına ağaçlandı. Michael has no left Hove Park School. Yəni qayıtdı Park School məktəbinə. Burada da bilirik sözləri səsləməliyik. Sounds across, along, over, from, along, over, along, over, so towards, round and down, out. Burada da yine translate eləməli sözləri. Fans fanattır, idman aiddir, goal goldur, hole boşluqdur, match elə maçdır bilirik, net tordur, pitch meydandır, player oyuncular, stadium, track mahnı da var, bir də qaçış yolu var. Score'dakı yəni hesabsızlar neçə olması. Questions time'a baxaq. What's your favorite sport? Hansı idmanı xoşlayırsan? Why, nə üçün? What was the last sporting event that you went to see? Hansı idman etmək istədin geçən gün? How do you get from the Kılıç Krasım to your Yarska Vedirsin? Məktəbin yaxınlığında kafe var. When you go to class, do you have to go over or under bridge? Deyirsən, körpünün altından keçirsən, nə vaxt keçirsən? Do you go past supermarket? Deyirsən evə gedəndə your way home yolunda supermarketdən keçirsən, əlbəttə ki keçirik. İndi can you remember xatırladığımıza baxaq. He is go to Paris sometimes. Anna is arrived yet. Yet varsa have olur. Have arrived yet. Americans drives deməli burada olacaq more slowly çünki zam var. He is the very intelligent boy. Very qoya bilərik. Yəni çox savadlıdır da. It's easier. It's easy deməli bu çox bu asandır. Meet people at a party. I meet. Mesela mən görüşdüm parti insanlarla. I am very lazy. Mən çox yoğunam. I hate do exercise. Exercise duyla işlənir. You must smoke. You don't must. Daha doğrusu mustn't smoke eləməyə. Çəkmə qadağandır. He drove across deməli bu da maşının bu tərəfə keçməyi. İndi keçirik student book, yəni kitaba. İş dəftərindədir, kitaba keçək. Ay, səslə ekranı açmışam. Burada da yine oyun play qoydu, etdik. Səsə qulaq asıb seçirik. It's the ball. So the ball, deməli topu qucaqlamaq, içindən keçirmək, kick the ball, təpik vurmaq, şut vurmaq, yəni futbola aiddir. Do you sport, bunu deyir partnerinizlə edə bilərsiniz. Do you any sport, hansını xoşlayır, which one, hansı biri. Which sport to enjoy watching, izləməkdən zövq aldığın idman. Which sport to hate watching, izləməyi nifrət etdiyin hate. Və fan olduğun idman növü və watch match deyir, hansı maçı izləyirsən. Burada across bunların mənasını dedik. Across tərəfə qaçmaq, along doğru, down yuxarı, into içəri. Over, ball over, the wall, wall divar hardadır? Wall went, ball topu görürsüz, over the wall, the street küçədə. Qulaq asaraq yerlərini qoya bilərik, hansı sözlərdə deyilir. Çünki hamısına uyğun gəlir ki, grammar, expressive movements, rules of the game, oyunun qaydalarına baxaq. You play the sport outside with one, deyirsən, həyətdə oynayırsan. Two, bir nəfər, two or more, iki və ya çox
players oyuncu. You have to hit the ball. Topu dir kucağa into small hole. You mustn't hit the ball into the water. Top suya daxil olur. Olmamalıdır. Qoymamalısın da. You can play this sport outside. İşte oynayırsan çöldə idman. Instead your players idman oyuncular dəvət edirsən. You have hit the ball over. Bu dil qucaqlayır. Net and ball mustn't go out. Çölə qoymursan. Belə də oyunları sayır. Çünki bu da sizə qulaq asmağından ona görə çox vaxt istəyib oxumaq istəmirəm. What's the preposition of phonetics? Deməli, across bunun hansı mənasını dedik? Bu intodur. Burada deyilişləridir. Biz yazılışlarını qoyaq. Bu along-un idi. Bu round idi. Round. Bu towards idi. Bu nə qaldı ki bizdə? Arrow over yazdıq. Heç nə qalmadı ki. Sonra. Bu da synonimdir. Bu belə. Burada da sizə qulaq asmaqdır. Etməli heç nə yoxdur. Champions nedir? Şampiyon. Fans dedim. Bunların da bayaq saydıq. Hansı nə deməkdir? O sport was it. Nə idmanı idi? Harada nə vaxt idi? When we take part. Who kim başladı? What happened nə başlayırdı? İndi bunu da oxuyaq. Your most exciting sporting moments. Futboldan gedir. This week. Bunu oxumadım çünki burada Manchester United scored birinci gol oldu deyir. Mətni oxuyub seçirik də birincinə başlayırıq. Ona görə oxuyaq. This week from his name writers. The most exciting football match I have ever seen was 1999 Champions League final between Manchester United and Bayern. Manchester United Bayern arasında oldu. Nou Camp in Barcelona. Burada da çünki biz səsə qulaq asıb qoymalıyıq. Bizdə səs yoxdur deyə sadəcə tərcümə edib oxuyuruq. After deməli bilir ki, 90 dəqiqə olur və birinci dəqiqəsi Manchester United itirdi 1-0. Bayern Münih qazandı. In stadium all the celebration. Victoria Manchester United fanları stadiumu minlərlə edilir. Dünyada zirvonu 3 minutes added time. Deməli 20 seconds 20 saniyə paslı keçdi. United got a corner. The atmosphere inside was incredible intense. Deyir ki bu inanılmaz idi. Also Manchester United ve Bayern Münih penaltı oldu. Çox adamın bilib deyənmədiyi. Manchester United fanları were static was only about. Deməli United yenidən atak hücum etdi və skor anazən başqa 2-1 oldu. Boşluqlardır deyə tərcümə yoxdur. Bizə next. Gələn gün mən oxudum. UEFA prezimiz itirdi Manchester. Is going to give Kupa Germania. Nə vaxt United skor birinci gol vurdu, geridə qaldı, o itirdi. Belə. Deməli birinci Manchester scored a goal. Sonra 90 dəqiqə oyun oldu. Bunu seçərik 2-yə. Sonra nə oldu? Fans deməli onların istədiyi bir təbrik etdi. Sonra Manchester United gol vurdu. 2-1 oldu. Sonra da kupa. Bu da bu qədər bitdi.